Müəllimə, sizdə baxılır, düzdür. Ne qədər çalışdıq ki, nələrsə anlayam. Hardasa nəyisə öyrənməyə çalışdım. Çox sağ olun. Çox sağ olun. Gerçekten bir aklıma bir sözü tutulma ve dolayısıyla geri bölümlerde yaşam. Böyle teknikler aldığımız yere kadar. Komanda işini desteklemek için hansı teknolojiler çıktı? Burada hansını götürdük? Hansıydı cevap? Metin prosesörü tətbiqi verilənlərin təhlili üçün tətbiqi. Əməkdaşlıq aləti. Evet, əməkdaşlıq aləti. Əməkdaşlıq alətlərinin əsas məqsədlərindən biri nə idi? Və biz onu gördük ki, orada necə, yəni proses bir-birinə necə əlaqəlidir, mən onu sizə göstərmişdim. Aşağıdakılardan hansı əməkdaşlıq platformasına nümunədir? Microsoft Teams. Bəli, Teams. Əməkdaşlıq platformasının ümumi xüsusiyyəti, yəni ki, Teams'də də var, Google Chrome'da, demək Google Meet'də də var, Zoom'da da var, hansı? İşin vahid mərkəzindən İşin vahid mərkəzindən idarə olması. Çünki hər bir qeyd adını çəkdiyimiz tətbiqlər nə edir? İşi eyni bir mərkəzdən idarə edir. Bax, mən indi hazırda Teams üzərindən eyni bir mərkəzdən nəyi idarə edirəm? Həm Skillbox oluram, həm buradan tekstləri sizə göstərirəm, həm çəkilişini aparıram ekranı. Lazım olanda, məsələn, buradan WhatsApp-a keçə bilərəm sizə link atmaq üçün. Lazım olanda YouTube-a keçid edə bilərəm. Yəni, eyni bir mərkəzdən işi idarə etməyi bacarıram. İndi biz hazır platformadan qoşmuşuq Teams-dən, düzdür. Bu Zoom-da da mümkündür, bu Google Meet-də də mümkündür. Ona görə deyir ki, işin vahid mərkəzdən idarə olunmaz. Aşağıdakılardan biri əməkdaşlıq alət platformasına adətən icazət. mesaj göndərmək. Mesaj göndərmək. Mesaj dedik ki, mesaj hamısında var. Yəni, söhbət hansı mesaj bölməsindən gedir, bir daha göstərim. Misal üçün, belə mesaj bölməsi, belə və yaxud da baxın, chat bölməsi. Mən burada üzərində vursam, sağ tərəfdə chat bölməsi açıldı. Məsələn, tutalım, mən burada yazıram, salım. Bütün qrup bunu görəcək. Və yaxud da, baxın, salam sözü düşdü bura. Və yaxud da hansısa bir faylı və sairəni buradan göndərə bilir. Sonra, əməkdaşlıq platformasına adətən inteqrasiya edilən alətə nümunədir. Chat mesaj. Demək, yenə də mesajdan söhbət gedir. Sonra, burada deyir ki, OneNote proqramını proqramlar panelinə əlavə edir. Biz hardan əlavə edirdik onu?
Filus'ta müəllim, üstə gələkdə. Ay sağ ol. Plus işarəsinin üzərində vururuq. Açılan pəncərədə nəyə vuracam? Bənövşə rəngli olanı vurdum. Artıq yaşıl ox işarəsi aldı və təsdiqlədi. Sonra Learn Warning komandasına Project adlı kanal əlavə et. Kanalı hardan əlavə etdirdik? Learning'in yanında 3 nöqtə. Bu, baxın, siz orada Learning axtarmayın. Orada başqa bir ad ola bilər. Komandanın adı başqa bir ad ola bilər. Aydındır mı? Bəli. Ona görə siz komanda buradadır. Baxın, komanda. Burada komandalar paneli də bilirik ki. Komanda olan yerin, komandanın nə olur olsun, onun qarşısındakı vururuq və açılan pəncərədə mən indi nə etməliyəm? Birinci xəttin Yuxarıda müəllim adlarını vurmalıyıq. Project yazılacaq. xəttin üstə vurdum. Ortadakına dəymirəm. Sonra nə edirəm? Bəli. Sonra ədi vururuq. Baxın, bu belə olanda sadəcə siz burada vurub cavab verirsəniz, bu sizə yəni yanlış getdi artıq. Bu sualı itirdik. Ona görə istənilən bu tip simulyasiyalarda əmin olsanız da ki, bundan sonra addım yoxdur, yenə də baxın, mənim belə bəzən yadımdan çıxıb unuduram. Milyon dəfə işləmişəm bu testdə, amma bəzən unuduram ki, burada bu addım qaldı. Aydındır mı? Ona görə burada üzərində vurduqsa aşağı yuxarı fırladırsınız və əd düyməsini vurursunuz, sonra cavablandırırsınız. Bilmirəm sizə bu haqda demişdim, təklif yoxsa yox. Bir məsələni də qeyd edim. Təklif edərdim ki, özünüzlə gedəndə kimin ki çətinliyi var, sensor işlətməkdə mouse aparın. Mütləq şəkildə. Əgər mouse şunursuz mousedursa, mouse'un keçiricisini də aparın, ötürücüsünü, sensorunu. Yox, əgər şunurudursa elə mouse'un özünü aparın. Və yaxud da, baxın, yəni daha ucuz mouse'lar var. 4 manatda belə mouse'lar var. Əsas odur ki, əlinizin altında olsun. Əgər kim ki sensordan istifadə etməkdə çətinlik çəkir. Çünki mən nəyə müşahidə etmişəm imtahanlarda, nəzarətçi olduğum müddətdə də baxıram ki, orada müəllimlərin əksəriyyəti mouse'dan da əziyyət çəkirlər. Sualı bilir, hay eləyib tapana tıklayana artıq zaman keçmiş olur. Ona görə yəni bunu da xatirinizə sağlayın. Evdə, ailədə varsa mouse'unuzu götürün, sizə mouse'la rahatdırsa. Əməkdaşlıq platformalarında istifadəyə dair verilənlərlə bağlı aşağıdakı ifadələrdən hansı doğrudur? Təhlil, orada təhlil var. Bəli. Təhlil yarada bilər. Bəli. Mən bunu sizə yapıqda göstərmişdim. Düzdür, analizlərin çıxarılması. Teams'in effektiv istifadəsi ilə bağlı resursları hardan tapırdıq? Misal üçün, resursları hardan tapırdıq? Resursları aşağıda orada heç nə vurmuruq müəllimə. Heç nə vurmuruq. Eləcə B-ni görürük. Bəli, B. B-nin də üstündən vurmuruq, variant B-ni vururuq. Bəli, vurduq. Heçdən. Sonra, Dev Teams platformasına ən son əlavə olunan xüsusiyyətlər. Yenə də hardan əlavə olurdu ən son xüsusiyyətlər? Biz adı yox. Elifdən müəllimə. Elifə vurdum. Nəyə vurun? What's new orada olacaq onu. What's new. Sonra da cavablandırırıq. Sonra təqvim günlük rejimə keçirməliyik. Günlük görünüş rejimə. Mansı vuracaq. Mansı vuracaq müəllimə. Orada D var, onu vuracaq. Bəli, burada D götürdük. Tamamilə doğrudur. Keçdik. Daha əvvəl təyin edilən project meeting görüşünü silin. O əvvəlki oyun yazılan yuxarıdakını vuracaq, siləcək onu, delete eləyəcək. Yuxarıdakı birinci 10 olan, bəli. Bəli, onu. Delete vuracaq. Delete vurandan sonra bir də delete vuracaq. Bir də delete, ikinci, aha. Bəli, sonra cavab. Təbinə müəllimə, gəlmək, daxil olmaq istəyənləri qəbul edə bilirsiniz. Bəli, bəli. Sonra dev təqviminizi Chris Baker ilə paylaşın. Paylaşın deyilsə, biz hansı işarəni axtaracaq gözümüzdə? Yəni, şeyə. O var, belə. Şeyə, o. Nəylə axtaracaq? Bəli, şeyə. Şeyəni vurdum. İndi nə edeyim? Nə edeyim? Şeyəni vurdu. Alıyam ki, burada. Bir yerdə neyimi vuracaq?
Bəli, onu vuracağıq. Bəli. Son. İndi o kriti də vuracağıq. Ay son krisi də vururam ki düşsün bura. Bax hə bir də bir Düşsün şey. ora. Orada deyir ki, bax orada belə bir sual var sizin əsas imtahanda. Deyəcək ki, misal üçün də Chris Baker'dir, Annadır, nə bilim Timdir, nə bilim kimdirsə. Deyir ki, ona baxış üçün icazə ver. Bir də var deyir, yazmaq üçün icazə ver, redaktə icazəsi ver. O zaman Baxış üçün bunu. ay son view vurur. Burada view'nu götürürsünüz. Yox, əgər deyirsə ki, demək oxumaq üçün o zaman read, view görməkdir, read oxumaqdır. Belə redaktə, read olanda redaktə və yaxud da orada correct, nəsə belə bir söz gəlməlidir orada. Qarşıma çıxda deyil. Müəllimə, buyunu açmaq üçün orada o quşu vurmalıyıq da, eləmi? Bax o quş. Soruşmadığına görə mən bunu vursam səhv götürəcək. Bəli. Eləcə Məsələ elə bəli. baxırıq. Kuş dimdiyini oxşayan, bu üz aşağı balaca oxu vurursunuz, ayaqdan açılacaq bir. Sonra şeyə düyməsini vurdum. Chris Baker'in adını vuran kimi buradan çıxıb tezcə qaçmağa çalışmırıq. Şeyə düyməsini mütləq şəkildə vururuq. Sonra da alsam. Kalendar bot tətbiqini istifadə edərək Ünvanın komandasına bot tətbiqini əlavə edin. Mən kalendar botunu yükləməliyəm. Pilusdan vuracağıq, müəllimə, pilusdan vuracağıq. Vurdum. Açılan səhifədə nə edirəm? Bəli, orada o kalendar botu vururuq. Aya yazılan kalendar. Sonra open'ı vururuq, open. Orada open var onun. Aşağıda add var onun. Add, aşağıda add var. Add, bəli. Vurdum. Sonra nə edirəm? O burada search'ı vururuq, müəllim, search'ı. Orada, xəttin üstə. Vurdum. İndi nə edirəm? Həmən onu da vururuq, o generalın üstündən vururuq. Düşdü. Təsdiqləyim. Təsdiqləyin. Setup'ı vururuq, setup. Aşağıda gedirik. Sonra Bəli, sonra da save'i vururuq, save'i. Hələ biri dəqiqə. Ona görə səhifədə aşağı baxırsınız hamısına ki, yaddan çıxan bir şey var. Sonra deyir ki, tapşırıq idarəetmə alətinin ümumi xüsusiyyəti nədir? Tapşırığın planlaşdırılması. Ay, sağ olun. Baxın elə burada task scheduling var. Scheduling, task tapşırıqlardır, scheduling planlaşdırma. Burada Bəli, tapşırığın planlaşdırılması. kimdə kitapçıqdan görünüşü kiçikdirsə, özünüzdə də böyütməyə çalışın. Mən də bu balaca ekran görünüşünü böyüdüm. Demək, deyir, Revive adlı tapşırıq yaradın və Köblön birə təyin edin. Orada da bir başqa deyəcək tapşırıq, falan adlı tapşırıq yaradın, Plan komandaya təyin edin. Mənim 3 nöqtədən yaradır da learning-in qabağından. 3 nöqtəni vuracağıq. Tapşırığı hardan yaradırıq? Tapşırığı hardan yaradırıq? Tapşırıq alırıq. Taskdan. Taskdan müəllim, yuxarıda task var. Taskı vurdum, bu açıldı. Ne edeyim? Task. Vurduz, taskı. O yuxarıda var, enter task name, onu vururuz. Bu bəzən elə olur. Belə olan kimi götürüb burada bir də alt task vurursunuz. Vurmayın bunu. Bir baxın, görün aşağıda nə açılıb? Aşağıda öz açılıbdır. Burada vurdu, revive düşdü bura. İndi nə edeyim? Deyir, sana təyin et. Demək, mən birə. İndi nə edeyim? Review'un siblingi vururuq. Mənim aşağıda yaşlı siblingi vururuq. Vurdu. Sonra Orada add task. Sadəcə burada qəblöndü. Orada başqa bir şey var. Amma Sonra add task'ı vurdu. Cavablandıra bilərək artım. Bəli. Aşağı baxırıq, görürük yoxdur. Bəli. Revive task. Revive özü var müəllimə. Revive'ın Yenirik. Revive vururuq 3 nöqtə. 3 nöqtə. Review'un qabağını 3 nöqtəni vurun. Vurdu. Bəli. İndi vurun. Orada delete var, onu vurursunuz. Bax, mən belə aşağıda görürüm. 3 nöqtəni vurub həyəcanlanmayın. Vay, burada delete olmalıydı. Yoxdur deyən səhv vuracaq. Bir düşün aşağı, bir düşdü aşağı. Aha, delete var. Həyəcanlanmaq ehtiyac yoxdur. Sonra orada kopya tapşırığının statusunu tamamlandı kimi yadınızdadır, mən sizə çəkiliş Bəli. Qabağında yumru var, onu vuracaqsınız bircə dənə. Bəli, bir dənə bunu vurdu və cavabla.
Sonra deyir ani mətn mesajlaşması, asinkron var. Ani. Video Kameranı vuracağıq, müəllimə. Kamera. video konferans. Kamera. Sinxron. Hə, sinxron, elə bildim şəkildir. Sinxronu və. Ekran balacadır, sürüşdürənə kimi gözüm qaçır. Elektrikə başlayın, hello, have you had about the new project mesajını göndərin. Harada başlayaq onlarla söhbəti? Mesajı chatdan müəllim, chata girir. Aysan, sol tərəfdə çata girdik. Söhbət deyən kimlər? Sonra yuxarıda ad var, ad. 2 dənə ayrı-ayrı vururuq adları. Bəli. Sonra bu tərəfdə də birini vururuq. Bilərəm, Betty Johnson üstdən vura bilərəm. Qarşısından Boş yerdən. Aha, vurduq. İndi nə eləyim? Oldu. İndi müəllimim. Oxu çəkin aşağı. Oxu aşağı gedin müəllimə. Hə, burada type in UVSC-də vurun. Mesaj düşsün ora gönderin. İndi quşu vurursunuz da, quşu. Bunu vurma. Aha. Bunu vurmasa cavabı vursaz göstərəcək. Bəli. New project sənədi aktiv söhbətə, tip ayaqlar söhbət edər. İndi həmin söhbətə demək, dokument əlavə etməliyik. Sənət deyəndə, müəllimə. Sənət deyəndə aşağıda var o şpilka adı nə deyir yadına? Sancaq. Sancaq, bəli, onu. Vurdum. Sancaq. New project. Kanalın adını tapırıq. New project var orada, bəli, onu vurur. Hörmətli həmkar. Bəli. Burada new projectdir. Orada labisin adı bambaşqa bir şey olacaq. Amma adımlar eynidir. Yaxşı. Eynidir. New Bəli. project'i vurdum. İndi nə edeyim? İndi open New olacaq. project, indi open'ı vururuq. Vurdum. İndi nə edeyim? Təsdiqləyim. Open'ı vururuq. Göndərmə mesaj kimi Aysan, bax bura qədər gəlmişəm. Sənət əlavə etmişəm. Bu işarəni vurmasan. quşur. Bəli, quşu vurur. Bunu vururuq, uçurduruq sənədimizi. Cavablandırırıq bundan. Söhbət mesajına baxın. Harada baxın? Profildə, müəllim, şəkildə. Şəkili vurursunuz, müəllimə. Aşağıda save var. Save'i də vurursunuz. Bəli. Elə bu idi. Adətən istifadə olunan görüş alətidir. Anladın? Zoom. Beth Jones ilə ani video görüş. Video call. Kamera. Bəli, Başqa nəyə baxsan? bəli. Xeyr, müəllim. Bir də answer bunu. Project meeting görüşünü hər ayın ilk bazar ertəsi gün təkrarlanan olaraq təyin edin. İlk öncə sizdən bir sualım var. Təkrarlanan işarəsi necə idi? Oklar. Necə oxlar hər yer görürük. Dairəli oklar. Dairəvi bir-birini əvəz edir. Bir-birini elə bir qovurlar, bir-birinin arxasınca qaçırlar. Fırlanırlar bir dənə ox. Belə bir ox. Deməli biz nə edirik? O zaman nə etməliyik? Project meeting görürük. Project meeting'e vurur. Qabağında. Edit'i vururuq müəllimə, qələmi. Əla. İndi nə edeyim? Sonra vurursunuz. Ben repeat nevəni vururuz, repeat nevə. Oxlarımızı da görürük də burada. Bir-birini qovan ox. Bəli. Bax onu vurursunuz, bəli. İndi every month vurun, every month. Aşağıda 10 mandi var, onu vurursunuz, 10 mandi. Özü vurulubdur da. Vurulub. Bəli, özü vurulubdur. Sonra save. Birdən Hansı? burada deyir, hər ayın birinci həftəsi. Ola bilsin orada bir başqa bir şey dedi. Ona diqqət edəcəksiniz, yaxşı. Save-i vurdum, cavablandırdım. Sonra təkrarlanan project meeting görüşünün birini ləğv edin, birini. Bəli. Project girin ora. Project meeting'e girin. Orada delete, cancel var, cancel. Vurdum. 3 dənə yazdım. Bir dənə, birinciyə. Yuxarıda this event var, onu da vurun. This event var yuxarıda. Əgər desəydi bu seriyadan olan hamısını, o zaman nə edərdim?
Üçüncüye. Birinci aşağıda. Bəli, bəli. Əsas imtahanda bu da var. Evet, da var. Bilirsən, deyir yalnız birini. O zaman zitebin. Yani bunu. Bu tapşırığı. Bəli. Şimdi ne edeyim? Tekrarı təsdiqləyim mi? Bəli, cavabı vurursunuz. Hə? IT meeting dəvətindən imtina edin. Onu vurursunuz. Müəllimə, nə olur? Zaten müəllimlər açır birinci Ne qabaq. vururuz? Baxır, vaxtını itirir. Deyir, anı burada. Ne olur? Nonu vururuz, sən cavab. Neynəməliyik onu görmək üçün gedir. Aşağı oxuna. Oxuna aşağı. Sürürəm, baxın, aşağı yuxarı Sürürəm. sürürəm. Bəli. İmtina edin dedi, onu vurdu Tamam, və imtina etdik. Bütün biznes update görüşləri üçün 15 dəqiqə öncədən xatırlatma təyin edin. Mənə xatırlatmaq üçün hansı işarə vardı? Mənə xatırlat. Remit mi? Remit mi? Təkrarın içində, təkrarların içində. Yox, təkrarlanan başqadır. Bir dəqiqə. Remit mi mənə xatırlatdı. Repeat təkrarlamasıdır. Dairə boxlar. Remit mi'nin işarəsi nə idi? Məktəbdə səhər necə durursunuz yuxuda? Müəllimə. Qulaqlı saat. Qulaqlı saat. Sərkə bax, qulaqlı saat. 15 dəqiqə öncədən biz zvanokı vururuq, bizə xatırladır. 15 dəqiqə öncədən xatırlatma təyin edin, dəyişikliyi saxlayın. Biz hara gedirik? Biznes update-ə getdik. İndi hansını vururuq? Bəli. Editi vururuq müəllimə, edit. Vurduq. Edit. İndi ol dedilər, yoxsa Nə dedi? hamısı? Yəni baxaq. Bütün Bütün versin Bəli. Bəli, aşağıda bench, bəli, onu vurun. aha. İndi Remind. remind me, o zəngli iki qulaqlı saatı vurun. Remind, bəli. Vurdum. Sonra 15 dəqiqəni yuxarıda vurun, yuxarıda 15 dəqiqə. Anı 15 dəqiqə. Burada. Bəli, vurun o dəqiqə İndi olmasa. neyini? Vurduq. Save eləyək. İndi save vurursunuz müəllimə, save. Sağ olun. Seyidi vurduk və təsdiqlədik. Sonra deyir mikrofonunuzun səsini açın. Ən sadə suallardan. Orada mikrofonu vuracağıq müəllimə, mikrofon vurun. Mesela mikrofonu vurduq. Baxırıq yenə dəmin olmaq üçün aşağıda heç nə yoxdursa davam edirik. Görüş təşkilatçı olaraq bütün iştirakçılar üçün görüşü sonlandırın. Bütün iştirakçılar. Bəli, o quşu vurursunuz, o livin yanında quş bucağı vurun. Bəli. Biz bu dimdiyini quşunu açırıq. Vurduq. Aşağıda endi vurun, aşağıda. End meeting. Bəli, bəli, end meeting. Answer verdik. Sonra deyir ki, web browser pəncərəsinin ekranı paylaşın və ekran nəzarətini su energoya verin. Su energoya verin. Paylaşın. Şey yəni vurun. Təsdir aşağı. Şey. Bəli, bəli. Oxu vurun. Bəli, mən də Bəli. hazır. Sizinlə bununla paylaşmışam ekranı görürsünüz. Bunu vurdum paylaşmağa. Bəli. Bundan sonra Vurmuş. burada bəzən olur müəllimlər tap vurdu, gördü işin ekranı işinə gəl. Bir də vurdu, bir də axır sən. Aşağı getməli. Çubuqla aşağı. Bir dəfə tık elədiniz, bax bunu yadınızda saxlayın. Bir dəfə tık elədiniz, burada niyə üçün olmadı demirsiniz. Tap vurmayın, səhv gedəcək. Bir dəfə vurdunuz mu gözləyin, səbirli olun. Bax burada səbir məsələsi var. Bu tip suallarda, simulyativlərdə. Dıvarlandıq aşağı, nə var burada? Bəli. Google Yumruğunu vururuq rəhlini. Orada Google burada deyir internet səhifəsini paylaş. Yəni burada nə deyir? Deyir ki, web browserin pəncərəsini paylaş. Ona görə biz deyirik Google. browseri vururuq. Orada isə əsas sualın cavabında bəzən belə suallarda görə bilərsiniz. Deyəcəkdir ki, filan sənədi paylaş. Burada Word sənədi görəcəksiniz. Word sənədi. Yəni Bəli. daha browser axtarmayacaq. Aydındır? Bəli. Orada deyəcək, su enerji olmayacaq. Deyək ki, misal üçün deyəcək, Aygün Cəfərova orada paylaşım etsin, ekranı paylaşsın və filan sənədi ekrana gəlsin. Bir dəfə Orada kontrol var müəllimə, şəkildən yuxarı. sonra burada Aha. indi gəldik. Vurduq. Yuxarıda kontrol var, onu vurursunuz. Quşu. Bəli. Give control. Bəli, quşu vurun. O şey. Tip verməkdir. Yəni kontrol nədir? İdarə. Bəli. Kontrol. İdarə eləmək. Mənim orada üç bucağı vurun. Bəli, vurdu. İndi suyun elbonu vurun. Amma orada su enerji o deyil, orada başqası.
Bəli, buyurun. Bir de bağışlayın. Ben burada 4 sene gələcək Fransa adı gəlir, eləmi? Burada sualda görəcəksiniz deyir ki, misal üçün, filan kəs, deyirəm, bu üzərinə gedir. Məsələn, sual deyir ki, demək, Teams'in ekranını paylaşın, Teams'in ekranını. Filan sənəd, demək, filan sənədi, Teams'in ekranında paylaşın. Filan sənədi. O zaman yine paylaş işaresini vurursunuz. Yukarı olan o kvadrat içerisinde sağ tuşuna vurursunuz. Düşürsünüz aşağı. Aşağıda bayaq browser vardı. Orada Word sənədi görəcəksiniz. Word'un adını yazıb orada filan sənəd. Necə ki burada yazılan New Project sənədi, filan sənəd, nə bilim, Project sənədi. Deyək ki, tutan dedi ki, New Project sənədini orada şey edin, paylaşın. New Project sənədini görürük, orada da onu paylaşın. Üzərində tıklayırsınız. Aydındır. Yəni, burada Sonra aktif görürsün ki, görəcək, eləmi mən? orada paylaşın. Sağ üçün deyirəm. Müəllim, orada 3 nöqtəni vurun. 3 nöqtəni. Məndən soruşur, aktif görüş üçün yeni bir görüş Aktiv değil. görüş. Bəli, 3 nöqtəni vurun. Vurdum. Aha, indi orada not var. İkinci. Not. Deyirəm, bax deyirik ki, deyirəm mən bir not alıram. Mən bir qeyd götürürəm. Not dəftərim, qeyd dəftərim. Düzdür? Ona görə də bəli. Burada show meeting notu götürürük. İkinci nə bəli. İndi bu bitmədi ha. Sağa keçirik. Baxın, sağda nə edəcəm? Aşağıda take notu vururuq. Qeyd nə deməkdir? Götür, not, qeydlər Götürün. Bəli. Sonra Bəli. yaşı oldu və cavablar. 30 noyabr 2020-ci il tarixində saat 9-dan başlayan 6 saat davam edən Translator Seminar adlı webinar tədbirində qeyd edin. Göstərilən saat uşağını saxlayın. Orada da belə bir sual var. Amma orada tutalım 30 noyabr demir, 21 yanvar deyir. Orada 9 demir, saat 14.00 deyir. Orada 6 saat davam edən demir, 3 saat davam edən deyir. Aydındır. Orada Translator Seminar demir, nə bilim, tutalım Teamwork Seminar deyir. Məsələn, webinar deyir. Heç nə dəyişmir. Addımlar eynidir. Sadəcə burada tarix, saat, zaman dəyişir. Və bu da Zoom-dur. Zoom-un səhifəsidir. Göz burada. Webinara girəcək. İndi nə edirik? Webinara giririk müəllim. Aşağıda. Aha, schedule webinarı vurun. Bəli, Vurdum. onu vurun. Bəli. Niyə Sonra şekldə tarixə gəlirik. Tarixə. 11.04.20-nin üstə gəlin. gəldik? Bəli. İndi oradan 30 götürün o kalendarda. Orada da çaşıb 30 götürməyim. Bir daha vurgulam. Orada başqa Bəli. bir şey. Sonra burada Bəli. deyir, Sonra burada da 2'ni 9 eləyin. burada deyir 9 2 saat. Burada da başqa bir saat deyəcək başlasın. 9'da. Bəli. Götür. İndi aşağıda müddət var. Onu da götür. 6 saat. 6'nı 6. Orada da deyəcək 3 saat davam etsin. Deyək 2 saat. Orada Bəli, schedule vurun. Schedule. bəli. Aha. İndi nə Vurdum. İndi aşağını yoxlayın ya da cavabdır. Aşağıda heç nə yoxdursa vardır. Bəli, cavablandı. Həlimə, orada rəqəmləri üstündən vuran kimi özləri verir. Bəli, heç nə yazmışsınız. Burada əllə heç nə yazılmır. Webinardakı panelistlərin təqdimatçıların yəni öz adlarının dəyişməsinə icazə verir. Bax, Settingə girim əlim. Dəyişmədə settingə girir. bir məsələni qeyd edin, Zoom-la əlaqəli məqamlar var. Əgər webinar deyirsə, webinar tərəfə gedirik. Əgər bizə dəyişiklik deyirsə, bəli, ayarlayın. Settingə girir. Əgər bizə demək burada başqa nə deyirdi? Cədvəldə dəyişiklik deyirsə, o zaman schedule-ya gedirik. Yəni bunu unutmuruq. İndi bizdən nə istəyir? Deyir öz adların dəyişmələrini icazə verir. Sonra Bəli, settingə girir müəllimə. indi bir şey də nəzərdə çatdıraq. Bax, yeri gəlmişkən də burada görmüşkən gözümün qarşısında onu qeyd edim sizlər üçün. Deməli, qorxundan mərkəzdə vururam ki, gedəcək yazılara. Deməli, burada nə var? Profildə
üzərində. Webinarlar deyirsə, webinarın üzərində gələcək. Sonra orada bir İndi de sual var. Deyir ki, görüşü rekoda edin. Yani görüşü çəkilişini aparın. Görüşü lent yazısına götürün. Görüşü çəkin. Onda rekord. Onda recordingi götürəcəksiniz. Deyirsə dəyişiklik, settingi götürün. Setting. Bəli. Vurursuz. Mən nəyi götürün? Setting. Ben setting. Settingi götürün. Bəli. İstəyirəm. İndi orada rename var. Rename onu açırsınız. Sən nə Rename. deyirsən? Hello. Rename. Adı değişir. Değiştirin de adı. Aşağıda. Bir məsələsi bilirik ki, nədir? Ad deməkdir. Bəli. İçərisində alt tapın. Alov Practic One, Surname, Zemsel. Burada sadəcə üzərinə vurdu. Vəssalam. Heç şey Bəli, yox var. açılır. Müəllimə, bəs Evet. biz nə vaxt webinarı götürürük? Əgər desən ki, webinarda falan dəyişikliyin, o zaman webinara götürürsünüz. Aydındırmı? Əgər desən ki, meetingdə dəyişikliyin, o zaman meetingi götürürsünüz. Əgər desən ki, çəkilişə və yaxud da lent yazısına və yaxud da ekran qeydinə icazə verin. Orada bir dənə belə bir sual var. Ekran qeydinə icazə məsələsi. Burada adın dəyişməsi olduğuna görə biz settingə keçdik. Ekran dəyişdi. Demək, orada deyir ki, bir sual belədir ki, ekran çəkilişinə icazə verin. O zaman recordingə girdik. Bir dənə də belə bir sual var. Deyir ki, ekran çəkilişinin linkini qrupa göndərin. O zaman yenə recordingə giririk. Yenə recordingə giririk. Çünki ekrandan, videodan, çəkilişdən gedirsə, ancaq recordingə gedirik. Dəyişiklik deyirsə, o zaman biz demək settingə gedirik. Webinarla bağlı deyirsə, falan webinar ləğv edin, o zaman webinara gedirik. Teams komanda görüşünü ləğv edin deyirsə, o zaman hara gedəcək? O zaman demək nəyə? Nə vardı orada? Webinar vardı, setting vardı, recording vardı, başqa nə vardı? Görüş necə yazılmışdı orada unuttum. Meeting. Meeting. Bəli, meeting. Əgər deyirsə ki, görüşü ləğv edin, meetingin üzərinə gedirsiniz. Əgər deyirsə ki, webinarı ləğv edin, webinarın üzərinə vurursunuz. Əgər deyirsə ki, webinarın vaxtında dəyişiklik edin, yenə webinara vurursunuz. Görüşün vaxtında dəyişiklik edin, yenə görüşün meetingin üzərinə vurursunuz. Əgər çəkilişlər videolardan söhbət gedirsə, ekran çəkilişinə icazə verin, sonra ekran çəkilişini, recordingləri, demək, görüşün video yazısını komandada paylaşın. O zaman yenə nəyə giririk? Ancaq recordingə giririk. Demək, görüş iştirakçılarına demək, mikrofonlarını söndürün, bağlayın, açın, icazə verin, verməyin. Bu məsələlər də aiddir hansı bölməyə? Recording. Setting. Ayarlar, setting. Setting. Evet. Mən bağışlayın, ama settingi hardan açdıq bilmədim. Webinar setting, o hardan Burada açdıq? var. Məndə internetdə problem var deyəsə. Çünki siz danışırsınız, Göstərim. suallar geri atılır. Yox, mən ekranda saxlayıb danışıram, ona görə ekranda saxlayıb Yox, danışıram. mənim internetімdə bəlkə problem var. Çünki məsələn, siz üçüncü sualı da danışsa, mənim telefonum üçüncü sualın izahını göstərir. Mən elə indicənə çəkdim. Bayaqdan da danışaq edirdim, ona görə. Bayaqdan bir yerdə dayanıb danışırdım, ona görə keçməmişdim. İndi Bilirəm, keçdim. mən bilirəm. Board Game Collectors webinarını ləğv edin. Baxın, indi webinarı ləğv edin deyirsə, mən hara girəcəm? Baxın, bayaq deyirsiniz ki, settingdə harada var. Bax, burada var artıq. Webinara girin. Profil, meeting, webinar, recording, setting. Webinara girək. Profil. O ki ləğv etdiysə, hara girin? Webinara. Bunlardan hansına girməliyim? Webinar. Görüşü ləğv etdi. Görüşü ləğv etsə meeting. Görüşü ləğv etdi. Görüşü meeting. Deyirsə, webinarı ləğv et. Webinara girin. Webinara. Deyir ki, ekranın video çəkilişinin qeydlərinə bax, sal üçün. Recording. Sonra deyir,
İştirakçıya, nə bilim, səs atmağa və ya mikrofon bağlamağa və ya nə bilim, nə etməyə, filan məsələləri anında etməyə icazə verir. Settingdə. Yaxşı, mənə deyir ki, filan webinarın tarixini filan tarixə dəyiş. Setting. Orada dəyişmə varsa settingə girəcəyik. Yox, müəllimə, yox. Webinarın üstündən keçilir. Setting, baxın, setting ayarlar deyə, ayarlardır. Bəli. Setting ümumi sistem ayarları. Webinarın vaxtını dəyişdirəmsə, webinara girməliyəm. Webinarı ləğv edirəmsə, webinara girməliyəm. Webinarla bağlı nə varsa, webinara girəcəm. Bəli. İndi webinara giririk müəllimə. Setting ümumi yanaşmanın açarlarıdır da, belə deyək. Daxil olmaq, qrupa, mikrofon açmaq, bağlamaq, kameranı açmaq, bağlamaq, bunlar settinglərdir. Aydındır mı? Bəli. Amma webinarla bağlı mən müəyyən dəyişikliklər edirəmsə webinara, görüşlə bağlı dəyişikliklər edirəmsə mitingə girəcəm. Aydındır. Bütün video məsələlərini də, videonun linkini paylaş, videoda dəyişiklik, recordingin, video çəkilişlərdə dəyişiklik, onda hamısını recordingə gedəcəm. Ama bu bizim o vesayet hamsının adı var. Sizin orada vəsait bilsin, mən burada göstərərəm sizdə həmçinin harada vəsait var. Bunu bitirək, mən də göstərəcəm bu istəniklər. O nə üçündür bəs? Müəllim dedi izah edeceğim de. Bu başa salsın sonra bize izah edecek. Bəli. Hansını istəyir? Yox, kesin görəkdə sual qırıldı, işlə bilmədim, mən səs qırıldı. Mitingin üstündə profil var, sonra aşağıda da... Profil nə deməkdir? Bax, bütün günü... Şəkildir də, müəllim. Adamın özünün şəkili. Şəkliniz var da, düzdür. Orada kişi var idi, kişi başının altından saxlanılan mesajları götürürdünüz. Profil şəkli vardı, orada saxlanılan kişi vardı. Profil dedikdə ondan gedirsək. Yəni bizim hesablarımızda profillərimiz var. Mən bu hesaba açanda sağ tərəfdə bu deyəsən Nailə Məhmənin profilidir. Sağ köşdə adı soyadı gəlir. Məndən bir də aşağıda account profil var. Bəs o nədir? Profilin hesabı. Biri var profil şəklində falan da dəyişdik. Bir də var account profildə bu artıq sizin utis kodlarınız, parollarınız və s. gedir söhbət. Hesablardır da. Evet. Bax, elə biri var telefonunuzda WhatsApp-ı koda qoyursunuz. Burada kodu dəyişirsiniz account profildə. Bu profildə isə WhatsApp-dakı şəklinizi dəyişirsiniz. Aydın lütfen. Sağ ol. Sonra report isə reportlar, hesabatlardır. Hesabatla bağlı bildiyim qədər orada heç bir sual yoxdur. Yaxşı, bu suala gəldik, qayıtdıq. Board Game Collectors webinarını ləğv edin. Neynəməliyəm? Webinarı yazırıq, müəllimə. Webinara girdim. İndi nə edirəm? Vurduz. İndi orada yazılıbdır. Eləcə qabağında olan Game Collectors yazılıbdır. Elin üstünü vururuq, mənim orada Dilitə vururuq. Bizə demir telefonu. Bizə deyir ki, Board Game Collectors webinarını tarixini filan tarixdən filan tarixə dəyiş. O zaman neynəməliyik? Onda dəyişdirsə, onda settingə girdik, müəllimə. Gəldi, bəli. Artıq orada bax, eynən dediyiniz ki, belə bir sual rastı olacaqsınız. Sadəcə webinarın adı başqadır. Burada Board Game Collectors, orada başqa bir adı. Əgər deyirsə ki, webinarın tarixində, saatında dəyişiklik yapar. Açdınız, tezcə qaçıb buradan deleti silmirik. Yaxşı, deleti silmirik. Schedule webinarı vuracaqsınız. Mən indi vursam burada bu uyğun sual olmaz da görsən. Schedule webinarı vuracaqsınız. O zaman təkrar bir dənə panel açılacaq. Burada tarixlər görsənəcək. Deyirəm, tarixini tık-tık vurursunuz, gedirsiniz. Yadınızdan çıxanda yalla görən nə vermişdi sualda. Yavaşca sürüşdürdü suala, bir də baxdınız, bir də düşdünüz aşağı. Bax, bu şəkildə. Yaxşı, bu şəkildə. Digər bir məsələ, yoldaşlar. Burada baxın, bu cür simulativ tapşırıqlarda bir də bizdə müəllimlərə mən diqqət edim, yanlışı hardan yol verilir. Burada gəlirlər. Burada bizim öz liftimiz var. Bax, sağda, ən axırda, divarın dibində
sizin. Bunu aşağı yuxarı rahat edə bilərsiniz. Amma bu sizi çaşdırır bəzən. Bax, mən bunun üzərində vursam səhv götürəcək məndən. Şansımı bildirəcəm, o birisi də Allah kərim. Bu şəklin liftidir, tərpənən lift deyil, buna dəymir. Ən qıraqda, ən sonda bax, bir də bəzi suallarda orada elə bir sual var ki, bir dənə də lift burada aşağıdadır, aşağıdan sağa sola fırlayırsınız. Yaxşı, yuxarı. Müəllimə, o çubuqdan aşağıda üçbucaq var, balaca, o da var. Ona 2-3 dəfə vursaq, o da səhv sayılacaq, yoxsa o səhv sayılmaz. Bir dəqiqə, bunu mən deleti vurdum, sonra təkrar bir də deleti vuracaqsınız, gördünüz? Bir də deleti vurdunuz, cavablandınız. Indi sualınızı təkrar edin, zəhmət olmasa. Müəllimə, bax, o çubuq var, deyirsiniz çubuq, uzun çubuğu bircə dəfə vurmalıyıq da, birdən tutmur. İstəyirik ikinci dəfə də vuraq ki, onu tərpədə bilək. İndi o bir dəfə vurmalıyıq, o da bacarmadı. Yox, bunu bax, bu dəqiqə mən danışa-danışa, 1, 2, 3, 4, 5, 6, 7, 8, ayamadan tıklayıram, heç nə olmur. Bu çünki... Dahasını dedin, müəllimə. Dahasını dedin bircə dəfə. Yox. O birisi, yəni deyirəm ki, bu liftə diqqət edin. Bax, mən sürüşdürürəm, sağda görürsünüz, uzun çubuq. Buna diqqət edin. Bayaqkının üzərində bir də göstərirəm, baxın. Bayaqkının da bir dənə üstündə, şəklin üstündəki liftə baxın. Bax, burada bir lifti var. Bunun üzərində vurmayın. Bu şəklin lifti, tərpənən lift deyil. Bunda vuranda səhv görün. Hə, amma bu qıraqdakını vura bilərik, müəllimə. Qıraqdakını amma neçə dəfə? Nə qədər neçə vurmaq rahat işləyərsin. Müəllimə, onda şəklin qırağı... Bu şəkildir, müəllimə, bu sadəcə şəkildir. Bunu ona görə tutmamaq. O vurmayaq da, heç hava. Bunu niyə, bu tərpənən şey deyil, bu tərpənən lift deyil. Siz bunu niyə vurasınız ki? Bunu vuranda elə biləcək ki, siz cavabı orada axtarırsınız. Sizə orada şey göstərəcək. Səhv. Bəli, müəllimə, deməli onu qəti vurmaq olmaz. Olmaz, əlbəttə olmaz. İndi başa düşdüm, müəllimə. Elə bilirəm, lap qıraqdakını deyirsiz bircə dəfə. Axı o da bir dəfə tutmur. Adam istəyir 2-3 dəfə bir tutsun, tərpətsin. Sağ olun, müəllimə, başa düşdüm. Milyon dəfə, bunu milyon dəfə tutun. Şəklin şeyinə, liftinə dəyiniyor, şəklin liftinə. Təşəkkür edirəm. Salda 5'ten olar. Sonra. Mən oxumuşun o yumru təkərək kimi olan işarəsi ilə sağ-sol düymələrin arasındakı işarə ilə də getsək olmaz ki. Budur da, mən masumu təkərəyi ilə fırlayıram, bu deyil. Bəli, o şəkildə burası olmaz. Gəlməz o kənardakı. Barmaqlarınızı qoşalaşdırırsınız, demək, sensora tıklamadan. Barmağınızı qoşalaşdırıb da aşağı yuxarı astaca sınav çəkirsiniz sensor istəsinə. Bax, belə. Bax, barmaqla da 2 barmaq, amma bitçik olmalıdır. 2 barmaq bitçik olduqda, yəni bu alınır. Yəni deyim, kənar liflərlə getməsək, sadəcə eləcə ekranı yuxarı aşağı eləsək olmaz ki. Anlamadım mən sizi. Necə istəyirsinizsə, necə rahatsa ekran o şəkildə. Yəni mən deyirəm elədin ki, bu aşağı yuxarı hamısını görə bilərsiniz. Hə, sağ olun. Buyurun. Webinarın Q&A sual-cavab funksiyasını istifadə edərək will there be another seminar in the pattern sualını verin. Çubuqla aşağı gedirik, müəllimə. Orada kua var. Çubuqla aşağı gedək. Gəldik. Burada da olan bir kuanı vurun. İndi necə belə bir sayfa vurun. Bəli, o mesajı vurun. Mesajı vurun. İndi sendi vurun. Bəli. Bu led sizi çaşdırmasın, ora vurmuruq. Bağla deməkdir. Sonra bütün iştirakçılar üçün aktiv webinarı sonlandırın. Bəli, o şey vururuq. Leave-in o yanında bu şey var, 3 bucaq. Anı. Tərpədin, müəllimə, ekranı. Aşağı. Bəli, o küncdə qırmızıya, bəli, aşağı gəlin. Görün, bəli, orada yuxarıda end meeting call var. Bəli. Bəli, olur. Al hamı üçün. Bəli. Mən çox üzr istəyirəm. Bir də
vacib bir rəhbərlikdən görüşdən indi açıqlar. Bircə dəqiqə mən sizə geri dönüş edirəm. Bircə dəqiqə səbirli olun. Peki müəllimə, siz səsi bağlanırsınız. Müəllim, bəlkə qalanı sabaha qalsın. Müəllimə, sabahda başqa şey öyrənərik də. Uşa vaxtı az qalıbdı. Müəllimə, səbirli olun. Bu dəqiqə mən davam edəcəm. Balaca səbirli olun.
Siz yəqin ki, bizim vaxtlarımızı qrupa sabah qeyd edəsiniz, yoxsa necə? Bəli, Öz müəllimə, vaxtlarınız birazdan necə təlim bilər? yekunlaşsın qeyd edəcəm müəllimə. Atacağım. Oldu. Buyurun. Nurhanədən də siz bu video yazdığını yəqin ki götürürsünüz də, qrupa atarsınız, baxarıq olar. Bəli, müəllimə, bəli, atacağım. Necə? Təlimdən sonra qrupa atacağım müəllimə. Oldu, çox təşəkkür edirəm. Mənlər üzürlü sayın. Bir dəqiqə. Eşidirsiniz səsimi? Bəli. Eşidirsiniz səsimi? Bəli. Deməli, növbətdə nə var? İnsight webinar video yazsınız. Susmaya göre parametrelerle paylaşmak için herkese açık link yaratın. Orada da olabilir. Recording etdik. Recording'e gelirik. Neye esasen? O video yazıya göre. Video yazdan gelir. Burada deyir ki susmaya göre parametrelerle paylaşmak için herkese açık link yarat. Orada da olabilir ki deyir ki herkes için susmaya göre yok. Yani rahat istifade için link yarat. Sadə fərqlərdir. Gedim recordingə. İndi nə etməliyəm? Hansınla gedir söhbət? Insight Bu webinar. törətdə müəllimə, bu şeyəni vuracağıq. O adla gəlir, üçüncü. Bəli, Insight webinarın qabağı şeyə. Vurdum. İndi nə edirəm? İndi açırsınız, o şeyə də o düyməni vurun, bəli. Vurdum. İndi orada o şeyə this recording'i də vurursunuz, lap yuxarıda deyən vurursunuz dərsən onu. Bunu vurmuşuq, bu açıqda. Nə edirəm? Ona müəllim, public'i vurmayacaq, çünki orada o işarələnibdir. İşarələn. İndi nə edirəm? Onu vurur. Orada danı vururuz. Bəli. Onu mütləq vurursunuz. Copy sharing information. İstəyirəm, mənə düşmür, görmürəm. Görmürəm, mənim telefonuma gəlmir o göstərdikləriniz. Ekranı fırladın, görün hansı səhifədədir bizim ekran görünüşü. Orada görəcəksiniz. Ekranı fırladın. Telefondasınız yəqin. Bəli. General kanalı ilə əlaqəli faylların yerini açın. Hara getməliyəm? Qabağında Fayla getirin. Ora üçünü. General kanalı istəyir. General. Bəli, o learning'in qabağında üç nöqtəni vurur. Vurdum. İndi fayla gedirsiniz, müəllimə, fayla. Fayla gedirəm, çünki burada translation kanalıdır. Mənə general kanal. Üzərini bir də vurur. Müəllimə, orada generali götürün. Bəli, generali götür. fayda vurur. Aşağıdakı general, müəllimə. Götürdük. Learning'in altı. Bilirəm, gəldi artıq. Gəldi. Aha, indi faylı vuracaqsınız da müəllimə, fayl. Burada bəzən olacaqdır ki, bu fayl sözü burada one more, bunun altında gizlənir. Fayl yoxdur. Bəli. Yenə də həyəcan ehtiyac yoxdur. One more vuran da bunun altından çıxacaq. Burada isə var deyə elə fayl. Bəli, elə onunla da bitdi. Bəli, bitdi. Təsdiqlədi. Təsdiqlədi. Kanalda fayllar bölməsindən translation reach sənədi. Sənət deyirsə müəllimə, sancağı götürün. Translation kanalının faylıdır. Axı bu general kanalı. Translation'ı vurur. Translation'ı vurur. Learning'in qabağında üç nöqtə var. Translation'ı vurduq. Sonra nə oldu? İndi şeyə gedir. Sancaq var da sənət. Faylı vurur. Orada getdik. Sənədini deyir, yükləyin. Necə yükləyirəm? Translation üçün üzərində vurur. Bəli, vurdu. Sonra nə edirəm? İki nöqtəyə Üç nöqtəni vurun. Aha. Burada
Şey download var. Yukarıda download. Download'da vurdum. İndi ne edirəm? Save'i vurur. Vururuq. Translation edir. Hə, bir də vururuq o. Translation research'ı save'i vururuq. Yox, Translation Research falan vurmuruq da. Save vurduq. Vurmuruq. Aha. Save'i vururuq. Bəli. Redakt edilməsinə icazə verilməyən Translation Research sənədi yaradın və paylaşma linkini kopyalayın. Zaten burada sənəd yaradın. Baxın, sənəd buradadır. Bunun paylaşı haradadır sizcə? Şey, Sağ yukarı köçdə doğru aktarırıq. Yəni vururam. vururuq. İndi burada nə Burada deyir ki, redaktiyə icazə verməyin. Burada yazıbdır, and join with the link can edit. O zaman nə etməliyəm? vururuq. Vurdum. Tuşu vuraq. İndi aşağıda bu müəllimə. Qabağından götürürəm alov edit. Apply-a gətiririk. Hə, Aha, indi apply-ı vururuq. götürürəm ki, icazə vermirəm yəni. Vurdum. Bəli, apply. Ha. İndi o buradan Ne? aşağı o copy vurmursunuz orada indi. Kopyalayın. Bəli, copy vurun. Copy, bəli, onu vurun. Vurdum. İndi nə edirəm? Sonra bir dənə də copy var. Müəllimə yuxarıda bəli, o Evet. copy-ni də vurun. İndi cavablandır. Cavab, bəli. Sonra deyir ki, üzvlər Roland K, Anna Z, Anna C, Dan H olan Lönvaning adlı hər kəs açıb daxili qrup yaradın. Bax, eynən belə bir sual orada da var. Bununla əlaqəli bir neçə sual var. Qrup yaradın dedikdə sol tərəfləri plus Aşağıda bəli. var. Bəli, Görürsünüz. creative group. Bəli. Creative qrupun üzərində vurduqda açılan bu səhifədə nə etməliyəm mən? Lap yuxarıda bir vurursunuz müəllim. Neyimin altda xətti vurursunuz. Bəli, yer var. Komandanı yazdım. İndi aşağıda qrupun altda. İştirakçılar. Bəli, onu da vurursunuz. İndi nə edirəm? Public də var da. İndi create qrupu vuracaq. Public var özü. Aha, create, bəli, qrupu vurdu. Bəli, bunu. Qaplan. Sonra enter. Bitti. Roland K-nın postunu Dan ilə paylaşın. O Roland Ronald'ın yanında şey var. Müəllimə, şeyəni vurun. O kişinin yanında şey var. Yuxarıda. İlk burada ben Şeyəni vurun. demək istəyirəm yoldaşlar. Burada nə var? Burada olacaqdı ki, deyir ki, Roland K-nın yazısına tutan filan faylı əlavə edin. O zaman bax burada sancaqdan vuracaq faylı götürüb yerləşdirəcək. Belə bir sual çıxsa qarşınıza. Əgər deyirsə Roland K-nın mesajını like edin, bəyənin, o zaman like vurursunuz. Əgər desək ki, Roland K-nın mesajına cavab verin, replini vurursunuz. Əgər desək ki, Roland K-nın mesajını paylaşın, o zaman share vurursunuz. Bax, bu İndi şeyəni vurulur. Bəli. bizdə nə istəyirdi? Deyir ki, Roland K-nın postunu Dan ilə paylaşın. Roland K-nın Evet. postu Tamam. paylaşın, o zaman yəni. Əgər o bilməz, əsas imtihanda bir də görəcəyiz belə bir sual çıxdı ki, Roland K-nın mesajına cavab verin. O zaman repli vuracaqsa, yaxşı, geriyə o var, amma bu repli. Repli, Evet. yəni bir növ deyirəm, filankə replik attı. Sözünə cavab verdi, yəni. Deyirsə cavab verin, replini vurursunuz. Desək ki, paylaşın, o zaman şeylə vurduktan sonra kimdən paylaşmalıydı? Hər participantı vurursunuz. Mənim o yuxarıda var, participant. Bəli. Buyursun. Söz də yazılıbdır. Sonra bir daha deyirəm ki, Rolandın demək səhifəsinə sənəd yükləyib. Belə bir səhifə görəcəksiniz. Gəldiniz bura, bax, burada balaca ox var ha, görürsünüz sağda, göyrəkdə. Görürsünüz oxu. Bəli. Ayaqlı, belə deyil. Biri var papaqlı ox, biri var ayaqlı, ayaqlı ox. Oxun başında heç nə yoxdur. Ayağında belə deyək, ayaqqabı var düşünün. Bəli. Bunu vuracaqsınız, fayl əlavə edəcəksiniz. Yaxşı, faylı buradan əlavə edəcəksiniz. Sizin əsas imtihanda eynən belə bir sual var. Orada deyir ki, blankətin yazısına plan faylı əlavə edin. Burada vurursunuz, fayl açılır, tıklayırsınız, üstə düşəcək bura. Təsdiqləyirsiniz, göndərirsiniz. Bəli. Burada da nə edirik? Şeyə edirik. Şeyəni vur. Müəllimə, bunu bir daha deyə bilərsiniz.
Video çəkiliş gedir, narahat olmayın. Videonu yenə yerləşdirəcəm YouTube'a. Oradan bu hissələrə çevirə-çevirə baxarsınız təkrar. İddia yoxlayın, çəkilişimiz yerindədir. Müəllimə bir dedi. Çəkiliş Eləcə gedir. səsi. Bəli. Bəli. Mən orada cavab verməsə sadəcə replini basırıq da, başqa heç nə getmir orada. Əgər deyirsə ki, filan kəsə cavab verir repli, filan kəsin demək, mesajını paylaşın şeyə, filan kəsin mesajına fayl əlavə edin, burada balaca ayaqlı olacaqsınız, fayllar açılacaq, adı qeyd olunan faylı oraya yerləşdirib göndərilməsinə hazırsınız. Cihazınızdan Company Budget faylını Learn1xCC-yə biro lövhəsinə əlavə edin. Burada da baxın, yoldaşlar, bax bu ayaqlı oxdur. Görürsünüz, bu ayaqlı oxdur. Başında heç nə yoxdur. Bir də var, papaqlı ox da var. Bax, bu da papaqlı ox deyirəm mən buna. Həmişə müəllimlərə zahirən belə deyirəm, deyirlər belə yaxşı yadda qalır. Görürsünüz, bax, indi mouse'u fırladığım hissədə. Bax, onun başında papaqlar, ayaqqabısı yoxdur bu oxunda. Görürsünüz? İki cür ox var. Bunu da yadınızda saxlayaq. Deməli, bizdən soruşan nə? Deyir, cihazınızda Company Budget faylını Learn1xCC-yə biro demək, lövhəsinə əlavə edin. Mən hansı oxu basacağım? Yuxarı qalxaq. İstədiyiniz axırıncı. Aşağıda var Aşağıda ox var müəllimə. Hansı oxu? Bəli, lap aşağı gəlin. Bəli, onu. Tam ayaqlı vururam. Elə qoyduq onu. Bəli. My device'ı vurursunuz, kompüterin yanında my device var, onu vurun. Vurduq. Aslı nədir? Yuxarıda company budget vurursunuz. Company budget var. Aha, və open. Open'ı vurur. Open. Və salam. Evet. Sonra deyir, Learn1xCC-yə Bird, e-poç vasitəsi komand üzvü olmayan Chris Baker ilə paylaşın. Yalnız baxış, view online icazəsi, ancaq baxış icazəsi. Paylaşın sözünü görən ki, mən nəyə axtarmalıyım? Şeye müəllim. Hanı şey yəni? Şeye indi burada. Baxaq. Burada şey. Bəli, bax oldu, bəli. Tutarı. Bəli. Vurduq. Bəli. İndi neyiniyək? Chris Baker ilə paylaşmalıyım. Neyiniyim? Kimə? Bəli, onu bəli. Vurdum İndi mən. aşağıda Chris. Üç. Müəllimə, Chris Baker'i vurun düşdü. Bəli. İşte ne bildi? Der ki, view online. Yani. Müəllimə, Connected var sağ tərəfdə, onu vurun. Hani İndi aşağıda laf. Bəli, aşağıda can view. Orada da Bəli. can view gələ bilər. Diqqətlə mən deyim. Ola bilsin orada can view gəldi. Dedi ki, orada redaksiya icazə verin. O zaman can view'nu açırsınız, can edit edirsiniz. Yaxşı, Bəli. nə istədiyinə diqqət edin. Burada deyinirəm. Sonra send invitation'ı vurursunuz. Bəli. İndi aşağı gəlin görün orada heç nə yoxdur ki. Yox. Teams'də Company Budget adlı səhifələri açın və başqa bir komand üzvü tərəfindən redaksiya edilən xanaya klikləyin. Yeniyirəm. Company Budget'i açıram. Bəli. Ara vururam. Orada var müəllimə, bənövşəyi rəngdə var. Aha, adam. Bəli, ora vurun. Şimdi diqqətlə mən ekrana baxın. Videoda, YouTube'da da buna çoxlu bu hissəyə baxın. Çoxlu baxın bu hissəyə. Burada budursa sual. Orada ola bilsin ki, sizə sual hansı şəkildə gələ bilər. Diqqətlə məni dinləyin. Gedib tezcə bunun üzərində, Peterin üzərində vurmayın. Orada deyəcəkdir ki, filan sənədi açın və sənədə rəy bildirin. Rəy bildirin. O zaman buradan bildirəcək rəy. Yaxşı. Buradan həmçinin desə ki, filan sənədə söhbətə daxil olun və yaxud filan sənədlə bağlı söhbətə subtitle və yaxud filan mesajlar. Bax, buradan conversation'a girəcək. Yaxşı. Bizə isə hazırda burada deyir ki, harada iş gedir onun üzərinə vur və biz də onun üzərinə vurduq. Bitdi. Açıq cədvəl haqqında Zoya Best ilə söhbətə başlayaq. Bəli, bax burada açıq cədvəldir. Conversation'ı vuracağıq. Conversation'ı vuruq. Aşağı gəldik. Aşağı gəldik. Bəli, burada start a conversation'ı vururuq.
İndi orada zobet var. Onu vurur. Vurduk Aha. düşdü. Vurduq düşdü. İndi kuşu vuruq da. Bəli. Orada da belə bir şeydə, hətta bura mesaj əlavə etdən əlavə, plan sənəd əlavə et plan da ola bilər. O zaman sancağa vuracaqsınız, açılacaq, sənəd yükləyib göndər düyməsini sıxacaqsınız. Sonra translation rich sənədini, research sənədinin versiya tarixçəsindən daxil olun. Bu sualın eyni və eyni Fayla girək. Bəli. Fayla. Bəli. Olursunuz. Sonra infoya giririk. Tarixçiyə baxın. Tarixçiyə biz harda baxarıq? İnformasiya bölməsində. Bəli. Burada version var, version hissəri. History bilirik, tarixdir, düzdür, tarixçi. Bəli. Bu tərəflərdən pusat yanlış götürəcək. Ancaq bax, elə belə deyək də, hədəfləyirsiniz ki, bu saat var, dairəvi oxun içində. Versiyon history. Düz bunun üzərində vurun. Düz burada, mərkəzdə. Baxın, mənim yaşıl oxunlarda dayandı. Belə vursanız düz götürəcək. Sonra cavablandı. And 100 bal olmalı dərsində. Məncə yanlış etməmişik. Yenə də baxaq. 100 bal. 100 var. Nə qəşəng. Təşəkkür olsun. Bəli, bu bitdi. Deməli, oxşar tərəflərdən də nələr düşəcək? Necə? Amma bizdə 3 dəfə açılır. 3 dəfə şans verilir diaqnostik. Bizdə amma 4 dəfə. Təsdiqləməyin də, mənimlə təsdiqləməyin də, irəli geri gedin, irəli geri gedin. 49-dan sonra 49-u vurmayın. 48-i də vurun, 49-u vurun. Gedin başa bir də. Kliniyə də girə bilməliyik, nədir? özdə bu mənim səhifəm deyil. Məndə 40 dəfə də görə bilərsiniz. Bir dəfə sizdən xahiş edirəm, sizdən alıram bir səhifəni. Bir dəfə bir başqa müəllimə. Belə-belə sizə göstərirəm onu. Bildiniz necə? Yoxsa burada Amerikadan idarə olunan bir sistemdir, məşhur ICD, məşhur imtahan mərkəzidir. Ən güclü imtahan mərkəzlərindən biridir. Bura müdaxilə qeyri-mümkün. Yəni burada məndə 4 dənədir, sizdə 3 dənədir, orisində 5 dənədir, siləsi yox. Hamıda, mən də bu imtahanı vermişəm vaxtı ilə. Hamıda 3 dənə diagnostik, yəni 3 dənə sınaq, 2 dənə əsas imtahandır.